Salam Fikrət bəy, xoş gördük sizi. Salam, mən də xoş gördüm. Sizi ilk dəfə memarlığa bağlayan, mən məhz bu sahədə olmalıyam dedirdən ilk an hansı olmuşdu? Nəzərə alsaq ki, biz incəsənət ailəsi, mənim atam da əməkdar memardır. Uşaq vaxtlarından artıq incəsənətə maraq, rəssamlığa maraq məndə var idi. Yəni istər-istəməz bu artıq genetik bir şey olduğuna görə istedad bu var idi. Sadəcə olaraq artıq yaş ötdükcə, insan harda özünü gördüyünü başa düşdükcə artıq rəssamlıqdan mən memarlığa yönəldim. Sonra da artıq bu memarlığın ali dərəcəsini aldım. Ondan sonra da artıq memar kimi də indi fəaliyyət göstərdim. Yəni ailə genetikası olmasaydı seçərdiniz yəni bu sahəni yoxsa? Məncə memarlıqda talant, istedad böyük rol oynayır. İstedad olmadığı halda yəni heç bir peşəyə öz peşəmlə müqayisə eləmirəm. Sadəcə olaraq incəsənət elə bir sahədir ki, orada istedad olmalıdır ki, onu təkmilləşdirmək, onun üstünə daha da əlavələr eləmək və özünü incəsənət tapmaq üçün istedad vacibdir. Məncə bu istedadım olmasaydı, bəlkə də başqa sahədə işləyərdim. Bildiyimiz qədərilə Şərqi London Universitetində memarlıq təhsili alıb, orada qalmaq imkanınız olub. Əlbəttə ki, İngiltərədə müəyyən peşələr var ki, hansı ki o universitetləri bitirəndən sonra orada rahatlıqla qala bilərsiniz. Bu memarlıq, hüquq və həkimlik sahələri bitirəndən sonra orada qalmaq çox da çətin bir şey deyil. Çünki artıq dövlət özü bu şəraiti yaradır tələbələr üçün. Bəs yaxşı, sizi bura qaytaran səbəb nə oldu? Mən artıq İngiltərədəki missiyamın bitdiyini düşündüm. Çünki mən ora təhsil almağa və memarlıqda özümü görmək istədiyim dərəcədə görmək üçün getmişdim. O təhsilimi aldım, təcrübələndim və hədəflərimdən ən böyüklərindən biri o idi ki, öz yaşadığım, doğulduğum və böyüdüyüm şəhərdə öz karyeramə başlayım və ilk izləri, ilk layihələri burada eləyim. Daha sonra əlbəttə ki, bütün gənc memarların istəyi oldu ki, özünü tam insanlar qəbul etdikdən sonra başqa şəhərlərdə də layihələr eləmək olar. Bu artıq avtomatik karyerada baş verir. Amma ilkin illərdən İngiltərədə qalmaq istəmədim. Məsələn, belə bir hədəfim olmadı. Bu cür fəaliyyətlə məşğul olmaq üçün məkan vacib bir faktordur mu? Əlbəttə ki, yəni belə deyim, incəsənət insanları biraz xəyalpərəst və əvvəldən arzulayıb onun üçün çalışan insanlar olur. Ən azı mən beləyəm. Ona görə də insan ilkin illərdə hələ təcrübəsi olmadığına görə istəyər ki, öz bildiyi, öz tanıdığı, öz dilini, öz dinini daşıyan bir ölkədə, şəhərdə yaşasın və işləməyə başlasın. Ona görə mən bunu seçdim və çox sevinirəm ki, bu qərarı vermişəm. Çünki düşünürəm ki, İngiltərədə Azərbaycanlı gənc bir tələbə universiteti bitirəndən sonra əgər nəzərə alsaq ki, mənim arzularım çox böyük idi, o arzuları orada bu qədər tez müddətdə reallaşdırmağım demək olar ki, mümkün deyildi. Orada müəyyən başqa faktorlar da var, əlbəttə ki. Layihələriniz haqqında danışmaq istəyərdik. Layihələrinizdə məsələn kitab ideyaları, qurdu motivlərini ilham alaraq hazırladığınız Ağ məscid konsepti əsasən hansı elementlər üstünlük vermisiniz bunu hazırlayarkən? Ağ məscid layihəsinə nəzər salsaq, Ağ məscidin sağında və solunda olan ağ detallar səmadan baxanda sanki bir göyərçindir. O göyərçinlər səmada qovuşub və müasir məscid kompleksinin yarama detallarından biri olub. Ümumiyyətlə, biz memarlarda üslub seçimləri fərqlidir. Məsəl üçün, hansısa bir heyvanın və yaxud insanın hansısa bir detalından forma düşünüb, onu layihələndirmək olar. Ağ məscid layihəsi də o iki göyərçinin tapıldığından sonra başlayıb, inkişaf eləyib və demək olar ki, dünyanın 6-7 dənə tanınmış ölkələrinin mediasında bu layihə haqqında danışılıb. Eləcə də öz ölkəmizdə bununla bağlı yazıblar, beynəlxalq müsabiqələrdə mükafatlandırılıb və ən gözəl müasir məscid konseptlərinin arasında həmişə yer alıb və Ağ məscid mənim üçün bütün layihələrimdən kənarda bir layihədir. Mənim ən böyük, yəni belə deyim də, dəyərli arzularımdan biridir. İnşallah Ağ məscidi bir gün Ağdamda inşasını görərik və bu, mən düşünürəm ki, sadəcə bir layihə deyil. Ağ məscid əgər icra olunsa, o olduğu yerin bir atributuna çevriləcək.
bütün İslam dünyası o layihəni görmək üçün ora gələcək. Çünki bu sadə bir layihə deyil. Bu müasir memarlıqda bir yeni səhifə, bir yeni nəfəs. Yəni mən düşünərəm ki, bu layihəni görən insanlar mənim nə demək istədiyimi rahatlıqla başa düşür. Yaxşı bir məsələyə toxundunuz. Bir neçə ölkədən gəlib bu məscidə baxacaqlar. Bəs bir layihə hazırlayarkən siz ölkənin turist potensialını nəzərə alırsınızmı? Yəni nə qədər bu belə deyək, bir memar olaraq, həm də bir vətəndaş olaraq. Ümumiyyətlə bir memar qarşı tərəfdən sifariş və yaxud mütləq kiminsə nəsə deməyini gözləməli deyil. Həmişə işləməlidir, həmişə yaratmalıdır, həmişə düşünməlidir ki, yaşadığı və yaxud yaşamadığı ölkədə və yaxud şəhərdə nələrə ehtiyacı var, necə insan özünü fərqləndirə bilər. Buna yaşayış binaları da aid ola bilər, sizin bayaq dediyiniz kimi məscid kompleksi da aid ola bilər, mənim ondan başqa müasir layihələrim də var, Skorpion layihəm də var, Time Tower layihəm də var. Bunların heç birini mən kimsə mənə bununla bağlı bir sifariş verdiyi təqdirdə etməmişəm. Mən sadəcə olaraq bunu portfolyomdur. Mənim işlərim arasında olmaq üçün etmişəm. Amma ki, əlbəttə ki, layihədən layihəyə fərqlər var. Əgər bir yaşayış binası biz layihələndiririksə, orada biz mütləq ki, funksionallığı, insanların sabah orada necə rahatına yaşayacağını, sahibkarın o evləri necə düzgün formada bölüb satacağını və s. kimi şeylərin hər birini düşünmə məcburiyyətindəyik. Çünki bu sadəcə memarlıq, sadəcə gözəllik deyil. Sanki bir keçmişdən indiyə bir məna, keçmiş memarlıqla müasir memarlığı qovuşduran bir məqam kimi də nəzərə yetirmək olar. Əlbəttə ki, bu hər bir layihədə bunu etmək olmur. Çünki elə bir layihələr var ki, orada artıq müəyyən olunmuş və dəyişilməyəcək detallar var. Amma elə layihələr var ki, orada buna şərait yaranır ki, hansı ki biz ora köhnə elementlərdən, tarixi elementlərdən, tarixi memari abidələrində olan müəyyən detallardan əlavə edə bilək. Bir layihə yaradarkən tarixi kontekstlərə fokuslanmaq nə qədər vacibdir? O baxır bir memar olaraq məsəl üçün düşünürsünüz bu vacibdir yoxsa mən sizə belə bir şey deyim. Baxır layihəyə və baxır o layihə harda icra olunur. Heç bir memari layihə inşa olunan zaman digər özündən 50 və yaxud 100 il bundan qabaq inşa olunmağına baxmayaraq heç bir layihə mane olmalı deyil. Əgər ona görə də ümumiyyətlə bütün layihələr üçün yer, forma və harda olduğu çox vacibdir. Yəni elə bir layihəni elə bir yerə qoya bilərik ki, orada olduğundan da gözəl görsənə bilər, amma elə bir layihəni heç ona aid olmayan bir yerə qoya bilərik. Nə qədər gözəl olsa da o özünü tapmaz orada. Çünki yenə yerləşmə, planlama, məkan onda çox vacibdir, belə başa düşdüm. Əlbəttə ki, yəni bu şəhərsalma strukturu deyilən bir şey var. Öyle. İndiki halda da bütün layihələri əvvəldən bizim şəhərsalmamız niyə gözdən keçirilir? Çünki baxır bu şəhərsalmada Bakıdan paytaxtımıza mane olduğu bir faktor varmı? Və bu burada olsa digər amillər nəzərə alınacaqmı? Ona görə də birinci biz layihələrimiz hər tərəfli baxılır, şəhərə uyğundursa buna yer verilir. Sizcə bugün Azərbaycan memarlığı hansı səviyyədədir? Düşünərdim ki, mən bir gənc memar olaraq onun səviyyəsini müqayisə etmək düzgün olmaz. Bəzi suallar var ki, o suallara daha bizim peşəkar, daha artıq sözünü illərdir demiş memarlarına cavab verməlidir. Lakin son 15-20 ildə olan inkişaf, memari inkişaf və hətta mənim təhsil aldığım universitetdə bizim Heydər Əliyev mərkəzi bizim dərsliyimizdə idi. Yəni bizim konstruksiya dərsimizdə. Unikal olduğuna görə? O, əlbəttə ki, onu eləyən memarın və binanın çox unikal və bənzərsiz olduğuna görə və konstruktiv olaraq o qədər fərqli formaları özündə birləşdirmişdi ki, ona görə də o bütün orada hər ölkədən olan bir tələbələr var idi və orada belə dərslik mövzusu idi və mən də çox fəxr hissi ilə, çox qürur hissi ilə dedim ki, bu bizim ulu öndərimizin adını daşıyan və bizim xalqımız üçün çox dəyərli olan bir mərkəzdir və bu Bakıda yerləşir və mən onun içində olmuşam və bütün analiz etmişəm, gəzmişəm və belə bir layihələr kənardan olan gənc memarları da, peşəkar memarları da bu paytaxta gətirir, tanıdır. Yəni görürsüz bir layihədir, o artıq neçə il bundan qabaq qoyulub, amma onun bizim təsiri, onun başqa mövzularda olan marağı bitmir. Yəni davam edir. Hər dəfə də davam edəcək. Yəni bizə keçildi, bizdən sonraki nəslə də göstəriləcək. Onlar da
və bu Bakının paytaxtın memari baxımdan tanınmaq üçün çox dəyərli bir şeydir. Böyük bir zövqlə izlədiyiniz, tamaşa etdiyiniz, belə bəyəndiyiniz memarlıq abidəsi hansıdır şəhərdə? Heydər Əliyev saray istisna olmaqla. Məncə layihələri adlandırmaqdansa onların standartdan kənar olmağına nəzər yetirə bilərəm. Mən daha çox standart olmayan layihələr sevirəm. Mənim öz portfolyomda da nəzər yetirsəz görərsiniz ki, daha çox standartdan kənar, yəni kvadrata, dördbucaqlıya sığmayan və həmişə orada bir qeyri-adi bir hansı formalardan ibarət layihələrim var. Ona görə də bütün qeyri-standart memar abidələrini sevirəm və hərəsinin özünə görə bir yəni funksiyası var, rolu var, gözəlliyi var. Heç bir bir-birinin yanında dayananda bir-birinə mane olmur. Bunlar vacib faktorlardır. Unikallıq sizin üçün nə qədər vacibdir bir layihə yaradarkən? Ya müqayisəlik belə deyək. Şəxsən əgər Fikrət Qasımzadədən söhbət gedirsə, unikallıq mənim üçün hər şeydir. Yəni fərqli, əlbəttə ki, unikallığı və fərqli quruluşu nəzərə alanda və bununla bağlı danışanda həmişə düşünmək lazımdır ki, bu nə qədər də unikal olsa, nə qədər də bənzərsiz olsa, nə qədər də forma qarışıq olsa, yenə də biz memar olaraq onun strukturunu, onun sabah ərsəyə gəldiyi təqdirdə necə icra olunması olduğunu düşünməliyik. Yəni sadəcə ora bir formada verdim, mən möhtəşəm layihə verdim və yaxud mən unikal memaram, möhtəşəm memaram deyil. Yəni üzr istəyirəm, bir memar unikallığı düşünməlidirmi yoxsa yox? Əlbəttə düşünməlidir. Yəni biz hər il ötdükcə dünyada özünüz də şahidsiniz ki, bir-birindən gözəl, bir-birindən bənzəməyən və çox unikal layihələr icra olunur. Amma bu unikal layihələr icra olunduğu halda əlbəttə ki, onun daxili planlaması və yaxud tikildiyi təqdirdə necə tikilmə strukturu, bunlar da inkişaf edir. Yəni biz bunu ayaq uydurmalıyıq. Biz bunu həmişə izləməliyik. Yəni çox uzağa getməyək. Azərbaycanın Bakıda son illərdə tikilən layihələrə mən bir memar olaraq gedib izləmişəm, strukturuna baxmışam. Memarlıq elə bir sənətdir ki, bunun yəni mən artıq bu qədər oxudum və bitdi deyil. Memar həmişə oxumalıdır, memar həmişə araşdırmalıdır, memar həmişə yeniliklərlə ayaqlaşmalıdır. Ona görə də yəni unikallıq elə sözlər var ki, bitməyən bir sözdür. Unikallıq barədə biz sizdən günlərlə danışa bilərik. Və düşünsək ki, bu memarlıqla bağlıdır. Yəni daha da çox. Şəhərsalmada və memarlıqda xarici mütəxəssislərin təcrübəsinə və dünya trendlərinə nə dərəcədə ehtiyac var? Ümumiyyətlə son illərdə düşünürəm ki, Azərbaycanın yeni qurulan memarlıq abidələrində, şəhərsalmasında, yol strukturunda və bu kimi hallarda xarici ekspertlərin, mütəxəssislərin iştirakı olub. Amma əlbəttə ki, bizim peşəkar illərlə Bakı şəhərinin quruluşunda iştirak etmiş memarların təcrübəsi həmişə vacibdir. Yəni burada yaşayan, buradakı bütün dəyişiklikləri görən, buranın keçmiş təsirini görən və indi neçə illərdir bizim şəhərsalmamızı müəyyənləşdirən binalar o peşəkar memarların təsir və yaxud yeni başladığı dövrlərdə olub. Ona görə də onlar dəyişdirildiyi halda belə o mütəxəssislərin, o memarların fikri və təcrübəsi vacibdir. Amma əlbəttə ki, Avropa ilə və dünyanın memari baxımından bizdən daha çox inkişaf edilmiş ölkələrindən yəni ekspertlər bizə yalnız fayda ola bilər. Amma mən həmişə biraz milliyyətçi pərəst olduğuma görə yenə də öz memarlarımızın hər yerdə iştirakını, hər yerdə imzasını görmək mənim üçün çox xoş olar. Nəzərə alsaq ki, mənim atam da əməkdar memardır. Azərbaycanda memari baxımdan işlərə imza atmış insanlardan biridir. Mən də arzu edirəm ki, onun davamçısı olum. Bəs ekspert olaraq başqa ölkələrə dəvət olunmusunuzmu? Düşünürəm ki, ekspert olaraq başqa ölkələrdə qərar verəsi yaşda deyiləm. Bunun üçün daha da çox təcrübə, daha da çox staj, daha da çox yaş lazımdır. Amma ölkə daxili seminarlarım, keçdiyim dərslər, müasir memarlıqla bağlı olan seminarlarım müxtəlif universitetlərdə olub. Eləcə də bizim şirkət daxilində təcrübəyə gələn, universiteti yeni bitirmiş və yaxud hələ də tələbə kimi yəni olan çox sayda gənclər olub, təcrübədən keçiblər
onların peşə həyatından toxunuşlarımız olub. İndi çoxları başqa yerlərdə bu sahə üzrə işləyirlər. Və mən də sevinirəm ki, gənclərin peşə həyatına az da olsa toxunmuşuq, təsirimiz olub. Bir memar olaraq indiyə də sizi qızıqlandıran və mən daha yaxşı dizayn edə bilərdim dediyiniz bir memarlıq abidəsi olub? Mən bir memar abidəsinə ərsə gətirilən zaman keçilən yolu, çəkilən əziyyəti və bir layihənin sonuna gəlinə qədər keçən dövrü yaxşı bildiyimə görə düşünürəm ki, hər kəsin memarlığa bir baxışı, hər kəsin bir həmin layihədə gördüyü bir fantaziya və baxış bucağı fərqləri çoxdur. Hərənin öz görüşü və hərənin də sifariş verilən bir layihəyə öz baxış bucağı var. Ona görə də heç vaxt kimisə layihəsini o bundan yaxşı edərəm və yaxud zəif olub və yaxud bu cür olub kimi bir fikirlər bildirməmişəm. Və sizə bildiriblərmi bir layihənizə əsasən? Yəni 26 yaşımda ilk bina layihəsini satmış bir memar olaraq London evləri mən 26 yaşım olanda satmışam və artıq o icra olunub bitib. Tarixə nəzər salsaq 26 yaşımda bina layihəsi, yaşayış kompleks layihəsi tikilən çox az sayda memar olar düşünürəm Azərbaycanda. Əlbəttə ki, irad bildirməyi sevən bir gəncliyimiz var. Olub, mən qəbul edirəm bu kimi şeyləri. Mənim ən böyük irad bildirən insanım mənim öz atamdır. Çünki o da memardır və biz həmişə bu memari layihələrlə bağlı müzakirə edirik. Onun da fərqli baxış bucağı var, mənim də fərqli. Biz ona görə də həmişə fərqli fikirlərdə oluruq. Amma nəticə etibarı ilə əgər bir layihənin altına Fikrət Qasımzadə yazılıbsa, orada mənim o layihə ilə bağlı düşüncəm və nə kimi sonlandırdığım daha vacibdir. Sadəcə qızıq yaradan bir nüans olmayıb. İnsana bu biraz konflikt mövzusu olmağını istəmirəm. Sadəcə olaraq qızıq yox, amma müəyyən gənc sosial marketinqdə böyük kütləyə sahib olan insanlar var ki, hansı ki çox asanlıqla memaram və yaxud dizayneram kimi bir reputasiya, status sahibi olmaq istəyirlər. Mən bunu düzgün saymıram. Çünki memarlıq qızıl və əvəzsiz peşələrdən biridir. Əlbəttə ki, hər kəs üçün öz peşəsi elədir. Amma həqiqətən də belə bir sahədir ki, bunun təsirini, bunun təcrübəsini, bunun əziyyətini, bunun hər il, hər ay sənə qazandırdığı yaxşı və yaxud pis təcrübələri keçməyən bir insan və icra olunan memari layihəsi, binası və kiçik, böyük fərqi yoxdur. Yəni, özün bayaqdan danışdığımız layihələr mənim evladlarımdır, var, paytaxtdadır. Mən gəzirəm və görürəm ki, bu işləmişik, bu layihələri vermişik və bunlar icra olunub. Və bir memar öz layihəsinə baxa bilirsə və insanlar da o layihədə yaşaya bilirsə və yaxud restoranınızda gedə bilirsə və yaxud uşaq əyləncə binasıdırsa, uşağını ora apara bilirsə və o layihənin sahibi sənsə, sən artıq özünə bəli, mən memaram. Hətta mən yaşda olan insanlar biraz da belə asta səslə deməlidir ki, bəli, mən memaram. Amma heç bir təsiri olmayan, bu sahədə sadəcə olaraq sosial gücü olan insanların memarlıqla bağlı insanlara tövsiyə verməyi mənə biraz gülməli gəlir. Çünki bu qəbul olunan bir hal deyil. Bu nə mən tərəfdən, nə bu peşəyə həyatını qoyan bizim əməkdar memarlarımız tərəfdən bu qəbul olunan bir şey deyil. Mən düşünərdim ki və tövsiyə edərdim ki, hər birimiz əziyyət çəkirik. O insanlar hansı ki, o dediyim adamlar da əziyyət çəkir, məşğul olurlar, bunu reklamı və s. və s. Daha uğurlu, daha təhsilini aldığı peşə ilə bağlı məşğul olsa daha yaxşı olar. Çünki bu siz hər tərəfli təsir eləyir yəni. X bir adamın mən sizin bu dəqiqə kamera qarşısındayam və danışıram, biz bunu paylaşacağıq, insanlar görəcək və bu qismən həm proqram üçün, həm mənim üçün reklam xarakteri olacaq, düzdür? Amma sabahları kimləsə mən memarlıqla və layihə ilə bağlı danışanda bunun yəni arxada olan bir portfolyosu var, layihələri var, bunun bir savadı var, mən qarşı tərəfə nələrsə deyə biləcəm və yaxud deyə bilməyəcəm. Amma sadəcə olaraq yəni hansısa bir detala, hansısa bir layihəyə bu çox gözəldir və yaxud buna bənzər şeyi
5 dəfə 10 dəfə deməklə insan memar və ya dizayner olmur. Ona görə də qızıq yox, biraz peşəni kölgələyən müəyyən faktorlar var. Yeri gəlmişkən onu dedim. Amma yenə də hər kəsə tutduğu yolda uğurlar arzu edirəm. Gələcəkdə Bakıda və Azərbaycanın digər regionlarında reallaşdırmaq istədiyiniz ən böyük konseptual layihə hansıdır? Əlbəttə ki, arzular bitmir. Çünki insan bir şeyə sahib olandan sonra həmişə daha çoxunu istəyir, daha böyüyünü arzu edir. Ona görə də mənim arzularım və gerçəkləşdirmək istədiyim layihələr çoxdur və inşallah hamısının bir-bir yerinə yetirəcəyik. Məsəl üçün, hal-hazırda Azərbaycanda heç bir zaman yəni struktur və quruluş olaraq, dizayn və görünüş, fasad layihəsi olaraq bənzənməyən bir layihə icra olunur, artıq bitir. Bu Disneylandın binalarına bənzər bir uşaq əyləncə kompleksidir. O yaxın zamanda bitəcək və həqiqətən də biz onu paylaşacağıq, insanlar da ona gələcək və bina özlüyündə deyir ki, mən uşaqlar üçün bir məkanam. Binanın özü danışır. Belə olmalıdır. Bütün binaları memar abidələr bu mesajı verməlidirmi? Qismən verməlidir. Bunun bir mövzulu bir layihədir. Bunun qədər olmasa da, əlbəttə ki, bir layihəyə girib daxil olanda qarşına gəldiyin zaman hiss eləməlisən ki, artıq sən hara gəlmirsən. Yəni bu qismən də olsa hiss olmalıdır. Əlbəttə ki, bunun qədər hiss olmaya bilər. Çünki burada sırf uşaqlarla bağlıdır, rəngli bir binadır, struktur, görünüş və artıq o bina strukturu çox insanlar tərəfindən tanınır, görülüb. Yəni bənzəyir demək olmaz və yaxud eynisi demək olmaz. Çünki dünyada bütün binaları əgər detal və detal incələsək, hər birində bənzərliklər var. Pəncərə, oxşar pəncərələr var, quruluş var. Ya bu normaldır. Bu normal bir haldır, bənzəməyi. Amma doğrudan da memarlıqdan və bu peşədən başa çıxan insanlar baxanda dərhal hiss edir ki, bu layihə odur və yaxud sadəcə olaraq quruluşuna bənzəyir. Məsələn, mənim bəzi layihələrim var ki, insanlar oxşadır. Bu filan layihəyə oxşuyur. Xeyr. Yəni bir onun planlamasını açmaq lazımdır. Ya bu fikri eşidərkən nə qədər belə deyək də qızıqlanmışsınız? Yox, mən qızıqlandığım vaxtlar olub. O hələ tam memar olmadığım vaxtlar. Yəni belə deyim də, plagiatçılıqda siz tam emin olub olmamalı. Çünki bir oxşarlıqlar çox var adətən memarlıq abidələrində. Mən düz deyirsiniz, oxşar layihələr var. Hətta elə binalar var ki, dünyanın bir çox yerində var. Eyni binadır. Sadəcə olaraq siz bayaq dediyiniz suala qayıtsaq, qızıq yoxdur. Hər zaman daha da çox əzmkarlıq var. Hər zaman daha da çox bu sənəti sevmək var. Qızıq olar o insanda ki, onun talantı, onun savadı yoxdur. Mən əgər öz layihəmi sual verən insana izah edəcək bilikdəyəmsə, məndə heç bir qızıq yarana bilməz. Bayaq dediyim kimi, yaranan vaxtlar olub. Onda da hələ tələbə idim, hələ tam bu işin sahibi olmadığıma görə, bu işin sahibi olmaq üçün tələsirdim. Ona görə məndə qızıq yaranır nəsə deyən kimi, mən qızıqlanırdım. Amma indi valla, yəni mövzudan kənara çıxmaq istəmirəm. Sadəcə olaraq şəxsən özümü də biraz ruhdan düşmüş hiss eləyəndə layihələrimi gəzirəm, qarşısına dayanıram və xatırlayıram ki, son 7-8 ildə nələr etmişəm. Bu sizə motivasiya verir əlbəttə ki, çünki bundan sonraki illərdə nələr edə biləcəyimin xəbərçisidir. Çünki bunların heç biri yox idi mən gələndə bura. Ona görə də yəni belə. Bəs yaxşı, belə bir sual verim. Sifarişçi nə qədər tələbkar olmalıdır sizcə? Yəni bu nə qədər buna diqqət yetirirsiniz? Valla sifarişçilər iki yerə bölünür həqiqətən də. Memara tam güvənən və memara öz memari biliklərini sübut etmək istəyən. Yəni mən hərdən insanlar görmüşəm ki, qarşımda əyləşir və mənə sifariş verir, mənə nə edəcəyimi deyir. Mən əlbəttə ki, çox hörmətlə yanaşıram. Yaşı etibarı ilə, istəyi etibarı ilə, sadəcə olaraq bir yerə qədər. Yəni ümumiyyətlə cəmiyyət olaraq da belə şey biraz tələbkarıq. Nəsə bir iş. Tələbkar olmaq yaxşı bir şeydir. Tələbkar olmalıyıq. İnsanlar layihə verəndə o layihəni memardan tələb eləməlidirlər.
bununla maraqlanmalıdırlar da. Sadəcə olaraq gəlib, yəni mənim necə, nəyin yanına qoymağımı mənə deyəndə artıq istər-istəməz bayaq dediyimiz o qızıq məsələsi avtomatik niyə yaranır? Çünki insan özünü az bilən və yaxud bacarıqsız bir insan kimi hiss edir. Amma əlbəttə ki, əgər siz evinizi mən layihələndirirəmsə, sizin istəyinizi mən nəzərə almalıyam. Amma siz mənə divarı neçəlik kərpizlə hörəcəyimi deyə bilmərsiniz axı. Mən bunu bilirəm axı. Yəni amma elə sahibkarlar da var ki, valla nə demişik və nə layihələndirmişik onu icra ediblər. Həqiqətən də çox uğurlu olub. Yəni mənə də maraqlıdır ki, elədiyim bütün layihələr, restoran olsun, otel olsun. Mən bu dəqiqə Şamaxı şəhərinin girişində çox möhtəşəm bir layihə. Hansı ki, Şamaxıya gələn insanlara o layihə salam verir. Çox gözəldir və mən çox sevinirəm ki, bizim ölkəmizin tarixi şəhərlərdən birinə girişində mənim layihəm var və çox gözəl də layihədir. Mən belə. Reallaşmayan yaxud da yarımçıq qoyduğunuz layihə olub? Reallaşmayan çox layihələr var, amma yarımçıq qoyduğumuz və yaxud reallaşmayacaq deyə əlimizi çəkdiyimiz layihəmiz yoxdur. Çünki mən bayaq da dedim sizə, mən heç vaxt, məsəl üçün, bayaq danışdığımız uşaq əyləncə mərkəzi, mən o layihəni 2 il bundan qabaq sahibkarın özünə demədən, onların belə bir yeri və yaxud belə bir tikilisi olduğunu bildiyimə görə, mən heç onlara demədən bu layihəni etmişəm. Sonra da o insanları inandırmışam ki, burada bunu etməliyik. Onlar mənə inanandan sonra biz bunu etmişik. Və mənim belə bir çox layihələrim var. Yəni sırf mən oturum ofisdə gözləyim kimsə mənə layihə sifariş versin, bu incəsənət deyil. Bu artıq memarlığı çox kommersiyaya döndərən bir hərəkətdir. Məndə bu yoxdur. Bu sahəyə yeni qədəm qoyan gənc dizaynerlərə və memarlara nəyə məsləhət görərsiniz? İlk öncə belə deyim ki, bəli, bizim çox dizayn işlərimiz olub, amma mən memaram və dizaynla məşğul olmaq bizim şirkətimizdə belə bir qol var. Biz məşğul oluruq. Mənim çox məşhur interior layihələrim də var. Amma əsasən gənclərə onu deyə bilərəm ki, hər kəsin özünə məxsus bir baxış bucağı olmalıdır. Memarlığa baxışı standart olmamalıdır. Yəni memarlıq bir şəkil deyil. Sadəcə olaraq bir otaq qurdum, render elədim və bunu müştəri bəyəndi. Bu dizayn elit deyil. Həmişə yaratmaq lazımdır, həmişə yenilik lazımdır. Yəni elə bir düşüncələr sahib olmaq lazımdır ki, insanlar onu görəndə desin ki, bu filan kəs eləyib bunu. İndi məsəl üçün müəyyən Sizə belə bir geri dönüş eləyən olubmu? Şükürlər olsun ki, belə bir şeylər artıq var. İnsanlar baxanda deyir ki, bunu məsəl üçün fikrət edib. Və əlavə olaraq da bir çox dizaynerlər də var ki, bizim işlərimizdə baxıb ona bənzər işlər görüblər. Yəni bunda bəziləri bizim tələbələrimiz olub, bəziləri örnək alan insanlar olub. İndi oxşarlıqdır, yəni konseptdir, bənzəyə bilər. Amma çalışmışıq ki, həmişə yeni layihələri, yeni strukturları biz eləyək. Ona görə gənclər həmişə buna fokuslanmalıdır. Gənclər həmişə Avropada olan müəyyən dərslikləri əldə eləməlidir. Bununla bağlı çox araşdırmalar eləməlidir. Mən getdim, yəni 4 il, məsəl üçün bir tələbə düşünməli deyil ki, getdim 4 il oxudum, getdim 6 ay təcrübə keçdim, mən dizaynerəm. Xeyr, elə bir şey yoxdur. Mən 7 il oxumuşam və gələndə heç mən memaram deməmişəm. Mən o vaxt demişəm ki, artıq doğrudan da insanlar həmin layihədə, həmin tikintidə və yaxud həmin layihə ilə bağlı bir konfransda dayanıb mənə qulaq asanda artıq demişəm ki, bəli, mən memar oluram və insana da bunu qəbul edir. Yoxsa ki, universitet bitirməklə o peşəyə sahib olmaq olmur. Təcrübə qazanmaq lazımdır, həmişə işləmək lazımdır. Yəni, mən yanıma gələn, təcrübəyə gələn tələbələr də onu deyirəm. Deyirəm, mənə sual verirlər, müəllim, biz nə qədər qalaq ofisdə? Deyirəm ki, sən nə qədər istəyirsənsə, o qədər. Yəni, bu mövzuya toxunmuşsan, bir məsələ ilə bağlı deyəcəm, bu vacib bir şeydir. Şirkət sahibləri, bizim kimi memarlıq dizayn studiyaları
təcrübəyə gələn uşaqları daha da həvəsləndirək, cəlb eləyək. Bundan heç bir təmanna gözləməyək və düşünməyək ki, yəni təcrübəyə gələn bir tələbə bizə qazanc mənbəyidir. Elə olmamalıdır. Yəni şəxsən mən öz adıma danışıram. Bu qəbul olunan bir şey deyil. Mənim yanıma çox təcrübəyə gəliblər. Əlimizdən gələn qədər öyrətdiyimiz də olub. Uğursuz olduğumuz da olub. Ola bilər düşüncələr üstə düşməyib. Uğurlu da olub, uğursuz da olub, amma çalışdığımız qədər nə bilirsə öyrətməyə çalışmışıq. Amma müəyyən eşitmişəm ki, məsəl üçün falan yerə müraciət olunub və o şirkət yəni savad olaraq mənə ehtiyacı olan bir insandan mən kommersiya məqsədi istifadə etmək məni düzgün başa düşün, mən sənətə xəyanət kimi hiss eləyərdim. Yəni əgər bir gəncdir, çox savadlıdır, çox həvəslidir, gəlib məsələn hansısa bir başqa bir kənar bir şəhərdən və rayondan burada oxuyub bitirib və onun sizə, mənə, başqa birinə, bu şirkət sahibi olan insanlara ehtiyacı var. Biz də həmin vaxtda ona gəl demək əvəzinə başqa şey deyəndə o insanın həvəsi də qırılır, motivasiyasına düşür, başqa yol da qalmır onun üçün. Yəni bir insanın, belə deyim də, yaxşı gedən həyatına kiçik bir şeylərə görə niyə zədələmək lazımdır? Yəni mənim kiməsə nəsə öyrətməyim mənim biznesim olmalı deyil axı. Tələbələrdən bu xəbəri eşidəndə biraz mənə pis təsir eləmişdi. Çünki yəni mən çox tanıyıram təcrübəyə uşaqlar götürən şirkət sahiblərini, əlindən gələn eləyənləri çox tanıyıram. Məncə bu belə olmalı. Yəni bilirsiniz necədir? Bu elə bir sahədir ki, həmişə öyrənməyə və öyrətməyə açıq bir sahədir. Əgər şərait varsa, həmişə gənclərə dəstək olmalıdır. Gənclər fərd olaraq düşünmək lazımdır ki, gənclər sabahları sizin, mənim, yəni bu bizim yaş dövründə olan insanların övladlarının böyüyəcəyi bir cəmiyyətdir. Onların daha savadlı olmağı, onların incəsənətə daha böyük marağı olmağının xeyri yalnız onlara deyil, hər kəsədir. Biz şirkətimiz var, dövlətimiz şərait yaradıb, işləyirik, hər bir şəraitimiz var. İndi də o gənclər də bu bizim vətəndaşlardır, bizim millətdir. Əgər onun təcrübələnməyə ehtiyacı varsa, sənin də ofisində bir dənə stul və bir dənə stol varsa, məncə bunu tam ürəklə və tam həvəslə onlara vermək lazımdır. Bu mütləq haldır. Məncə bu bizdən sonraki gəncliyə borcumuzdur. Oldu, minnətdarıq. Təşəkkür edirəm. Çox sağ olun. Dəyərli fikirlərinizə görə. Sağ olun, çox sağ olun.